Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. Anti-Komintern paktını imzalayan dövlətlərin 20-ci əsrin 40-cı illərinə aid olanları müəyyən edin başlığı altında tərtib etmiş olduğum testin izahını səsləndirirəm. Bu test formatı mahiyyəti etibarilə 2026-cı ilin müəllimlərin işə qəbul imtahanında istifadə olunan testlərə tamamilə uyğundur. 2026-cı ilin MİQ imtahanında bu qəbildən testlər müdavimlərə, müəllimlərə təqdim olunmuşdur və bizlər də hər il olduğu kimi bu ildə testlərimizi, dərslərimizi və ümumilikdə proqramımızı imtahan formatına uyğunlaşdırmaqdayıq ki, bizimlə hazırlaşan, bizim dərslərimizdən yararlanan müdavimlərin biz imtahan nəticələrinin yüksək olmasını təmin edə bilək. İndi isə testin izahına keçid edirəm. Deməli, Anti-Komintern paktını imzalayan dövlətlərin 20-ci əsrin 40-cı illərinə aid olanları müəyyən edin. Burada diqqətli olacağımız məqamlar nədən ibarətdir? Anti-Komintern paktı hansı dövlətlər arasında imzalanıb? Və bizdən soruşulan həmin dövlətlərin 20-ci əsrin 40-cı illərinə aid olan məqamları tapmaqdır. Deməli, Anti-Komintern paktı Almaniya və Yaponiya arasında imzalanmışdır. Beynəlxalq Kommunist Təşkilatına qarşı birgə mübarizəni nəzərdə tutur. Daha sonradan İtaliya, Macaristan və İspaniyada Anti-Komintern paktına qoşuldular. İndi isə həmin o dövlətlər, hansı ki bizə təqdim olunan dövlətləri burada görürük, 5 dövlət, onların məhz 20-ci əsrin 40-cı illərinə aid olanları müəyyən edək. Deməli, Anti-Komintern paktına qoşulan dövlətlər Almaniya, Yaponiya, İspaniya, Macaristan və İtaliyadır. Burada biz Macaristanı görə bilirik, İtaliyanı görə bilirik, Yaponiyanı görə bilirik. Bolqaristan bizə lazım deyil, SSR bizə lazım deyil. A variantı. Avropada yeni nizamın yaradılmasında Almaniyanın rəhbərliyini tanıyan müqaviləyə qoşulmuşdur. 1940-cı ildə Üçlər Paktı imzalandı. Almaniya, Yaponiya və İtaliya arasında. Və Yaponiya, Almaniya və İtaliyanın Avropadakı rəhbərliyini tanıyır və təsdiq edir yeni nizamın yaradılmasında. Eyni zamanda Almaniya və İtaliyada Asiyada yeni nizamın yaradılmasında Yaponiyanın rəhbərliyini tanıyır və hörmətlə yanaşırlar. Və bu paktda daha sonradan Macaristan, Bolqaristan və Rumıniya qoşulmuşdur. Deməli, A variantı doğru hesab olunmaqdadır. Anti-Komintern paktına qoşulan dövlətlərdən birisi, həmçinin 40-cı illərdə Avropada yeni nizamın yaradılmasında Almaniyanın rəhbərliyini tanıyan müqaviləyə qoşulub, Macaristan hesab olunmaqdadır. A variantı doğru hesab olunur. B variantı. Yaltada məxfi saziş imzalandı. 1945-ci ildə Krımda, Yaltada Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və SSR arasında SSR-nin Yaponiyaya hərbi müdaxilə etməsi ilə bağlı bəzi ərazilərin Cənubi Saxalin, Port Artur, Kuril adaları, Mancuriyadakı dəmir yolunun ona verilməsi müqabilində məxfi saziş imzalandı. Bu isə SSR ilə bağlıdır. Anti-Komintern paktını imzalayan dövlətlərin 20-ci əsrin 40-cı illəri ilə bağlı deyil. B variantı yanlış hesab olunacaq. C variantı. Ordusunun Yunanistan ərazisindən Albaniyaya soxulması. İtaliya ordusunu Albaniya ərazisindən Yunanistana soxdu, daxil etdi. Yəni Yunanistan ərazisindən Albaniyaya soxulması fikri yanlışdır. C variantı yanlış hesab olunacaq. D variantı. Müharibə iqtisadiyyatı qurmaq üçün dənizlərdə hegemonluq etməyə çalışdı. Müharibə iqtisadiyyatı qurmaq üçün dənizlərdə hegemonluq etməyə çalışan Yaponiya hesab olunur və Yaponiyanın 40-cı illərdə həyata keçirmiş olduğu bu siyasət Böyük Britaniya və ABŞ-la rəqabətə səbəb olmuşdur. Deməli, D variantı doğru hesab olunur. Y variantı. Neye müqaviləsi imzalanmışdır. Neye müqaviləsi Bolqaristanla imzalanıb, bu da 1919-cu ildə imzalanıb. Deməli, Y variantı da yanlışdır.
Deməli, son olaraq bir daha qeyd edirik. Bizim doğru cavabımız A variantı və D variantıdır. Yəni, burada 2 A variantı, 4 isə D variantı olacaq. Cavabımız olacaq bizim Y variantı. Lakin bir daha baxaq. Deməli, Anti-Komintern paktını imzalayan dövlətlər hesab olunur. Almaniya, Yaponiya, İspaniya, Macaristan və İtaliya. Bizə lazım olan dövlətlər Macaristan, İtaliya və Yaponiyadır və onların 20-ci əsrin 40-cı illərinə aid olan məqamlar nədən ibarətdir? Hansı ki, A variantı 1940-cı ildə Üçlər Paktının imzalanması və ona qoşulması ilə bağlı Macaristan məsələsi var və müharibə iqtisadiyyatı qurmaq üçün dənizlərdə hegemonluq etməyə çalışan Yaponiya var. C variantı İtaliya ilə bağlı isə yanlışdır. Albaniya ərazisindən Yunanistan ərazisinə daxil olma məsələsi öz əksini tapmaqdadır. Beləliklə, hörmətli müəllimlər, bu kontekstdə, bu formatlı testin izahını sizlərə təqdim etdim. Hər birinizə müvəffəqiyyətlər arzuluyuram. Bizim müəllimlərin işə qəbul imtahanının tarix fənni üzrə sentyabr ayı üçün ayrılmış hazırlıq qruplarımıza qeydiyyat prosesi davam etməkdədir. Qruplarımız MİQ və sertifikasiya üzrə ayrı-ayrı təşkil olunacaq. Sentyabr ayının 2-sindən etibarən dərslərə başlayacağıq. Avqust ayının 25-dən sonra qrupa dərslər haqqında proqram göndəriləcək. Eyni zamanda ödəniş barədə məlumatlar təqdim olunacaq. Qeydiyyatdan keçib bizimlə müəllimlərin işə qəbuluna və sertifikasiyasına hazırlaşmaq istəyən müdavimlər test üzərində nəzərdə tutulmuş əlaqə nömrəsi ilə əlaqə saxlasınlar, qeydiyyatdan keçsinlər və bizim sentyabr qrupumuza daxil olsunlar. Hər birinizə müvəffəqiyyətlər.